YAP Ağcabədi rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektoru ilə birgə Qarabağın işğaldan azad edilməsi və köçkünlərin öz doğma yurtlarına qayıdışı Ulu Öndərin ən böyük arzusu idi mövzusunda məktəblilər arasında inşa müsabiqəsi keçirib. Müsabiqədə Ağcabədi rayonunun ümumi təhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər. YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov iştirakçıları salamlayıb, inşa müsabiqəsi barədə məlumat verdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nazim Bünyatov müsabiqənin şərtləri barədə məlumat verib, müsabiqədə 1-ci, 2-ci, 3-cü yer tutanlara Ulu Öndərə həsr edilmiş konfransda rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyələr təqdim ediləcəyini qeyd edib, müsabiqə iştirakçılarına uğurlar diləyib. Məktəblilər verilən 2 saat vaxt ərzində öz fikir və duyğularını bədii ifadələrlə kağıza köçürüblər. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.